Uşaqlar, deməli, ikinci hissə blok suallarının izahına baxacağıq. Deməli, birinci 16-cı sualda nə deyir? Deyir ki, funksiyanın qiymətləri çoxluğunu tapın. Baxın, y bərabərdir 3 kök üstündə 5 modulda x plus 2. Ümumiyyətlə, bu azalandır. Düzdürmü? Bu azalan funksiyadır. İşte dəqiqə. Bu azalan funksiyadırsa, bu get-gedə kiçiləcəkdir. Tutaq ki, üstü -1, 3-də 1, üstü -2, 9-da 1. Bu get-gedə nəyə yaxınlaşır? Sol tərəfdən sıfıra. Amma heç vaxtı sıfıra almır. Bəs bunun ən böyük qiyməti nədir? Bunun ən böyük qiyməti buranın ən böyük aldığı qiymətdir də, düzdür? Bu da get-gedə kiçildiyinə görə bunun sıfıra çevirən qiymətini tapmalısınız. Yəni x bərabər -2. Bu sıfıra çevrilir. Qalır 3-ün kvadratı, yəni 9. Sıfırdan 9-a kimi doğru cavab C variantı. Uyğun tərəflər paralel olan bucaqların biri digərindən 42 dərəcə böyükdür. Yəni biri x-dir, biri x plus 42-dir. Bunun cəmi 180 edir. Buradan x 69 dərəcə edir. 180-dan da 69-u çıxacaq, yəni 111 dərəcə, yəni doğru cavabımız C. Burada ardıcıllığın 9-cu həddini hesablayın. Yəni n-in yerinə neçə yazacaqsınız? 9 olacaq. A9 bərabərdir. Yuxarıda 48, aşağıda -15. 3-ə ixtisar aparsaq 5-də 16 mənfi, yəni D variantı. Düz prizmanın diaqonalları və də düz prizmanın yan səthinin sahəsi P oturacaq, vur H-dır. Bu da 320-yə bərabərdir. Perimetrini tapmaq üçün biz gərək rombun tərəfini tapaq. Bunu da bununla da tapa bilərsiniz əslində. D1 kvadratı üstəgəl D2 kvadratı bərabər 4A kvadratına. Buradan 144, 256 böləcək 400 bərabər 4A kvadratına. A buradan 10 olacaq. Perimetri olacaq 40, vur H bərabər 320-yə. H da buradan 8 olacaq, yəni doğru cavabımız Y variantı. Konqruent bərabər tərəfli üçbucağı deməli bərabərdir. Baxın, bura 4 kökdə 3-dürsə, median 2-nin 1-ədirsə, onda bura 2 kökdə 3-dür. Bura ümumilikdə 6 kökdə 3-dürsə, bu 60 dərəcədir axı. Onda bura 6 imiş, bura 12-dir. Deməli, bu da 6-dır, bu da 6-dır, bu da 6-dır. İndi biz bunu silirəm. Bizə bu trapesiyanın orta xəttini soruşur. Bizə bu oturacaq lazımdır artıq. Bu oturacaq da bura bərabər olduğundan, deməli, bura 12-dir. Onda el oturacağı 12 plus aşağının oturacağı 24 bölü 2, yəni doğru cavabımız 18 A variantı. Ümumiyyətlə, hansılar kəsişən iki müstəvi arasında bucağın dərəcə ölçüsü ola bilməz? Ümumiyyətlə, yadınızda saxlayın ki, x kiçikdir, 90 dərəcədən kiçik olmalıdır. Ümumiyyətlə, hər hansı müstəvi kəsişirsə, ya 90 dərəcə altında kəsişir, ya 90 dərəcədən aşağı bucaqlarda kəsişir. Yəni, burada bunlar ola bilər, amma 90-dan böyüklər olmayacaq. Yəni, 1, 4, 5, yəni doğru cavabımız B variantı. Perimetri olan düzgün çoxbucaqlının radius deməli olacaq neçə? Yəni, bunu radiusun düsturu ilə də tapa bilərsiniz. Və ya mən bunu ümumiyyətlə düstur yadıma salmasam belə, düstursuz necə taparam? Bu 6 bucaqlı yaxşı düşmədi. Bircə dəqiqə. Mən bunu səliqə ilə bir dənə 6 bucaqlı çəkeyim. Bircə dəqiqə.
Bax, buranı baba radius bircə dəqiqə bunu ümumiyyətlə düstur öyrənmədən də çalışıb tapmaq lazımdır. Çünki bütün düsturları bilmək mümkün deyil. Bircə dəqiqə. Bircə dəqiqə. Tutaq ki, burada toxunur, burada toxunur, bu da toxunma nöqtəsidir. Bura toxunma nöqtəsi. Baxın, radius budur da, düzdür. Bu radiusdur. Bu da böyük diaqonaldır, doğrumu? Böyük diaqonal bərabərdir 2A düsturu ilə hesablanmırdı. Yəni perimetri 24 isə deməli tərəfi 4-dür. Bura 2 bölünəcək. Onda bəs böyük diaqonal nə qədər oldu? Diaqonal 8 oldu. Onda bura 4-dür. Bura onda 4-dür. Bura 2 isə deməli bura 30 dərəcədir. Bura 60 dərəcədir. Onda bu da 2 kökdə 3 olacaq. Yəni radiusumuz 2 kökdə 3 B bəndi. Bu suala baxaq. ABC üçbucağında mediandır. BD mediandır. Məsələn, bura A deyirəm, bura B deyirəm, bura C deyirəm. Bu BD mediandırsa, deməli bunu yarı bölür. Bu da həm də sahələri yarı bölmək deməkdir. Yəni buranın sahəsi nə qədərdirsə, baxın. Buranın sahəsi nə qədərsə, buranın sahəsi də o qədərdir. Onda mən buranı AB-ni 2, buranı 2 kökdə 2, buranı 30 dərəcə veribsə, məsələn, bura bir x deyirəm. Gəlin buranın sahəsini tapaq. Olacaq S bərabərdir. X vur 2-də 1 vur sinus 30 vur 2 kökdə 2. Baxın, bu da buna bərabər olmalıdır. Mən bura bir alfa desəm, onda 2 vur sinus alfa vur x vur 2-də 1. Baxın, 2-də 1'lər gedir. X'lar gedir. 2'lər gedir. Və bunu da 2-də 1 elədiyinə görə bu olur kökdə 2 bölü 2 bərabər sinus alfaya. Deməli, alfa buradan iti bucaq dediyinə görə, bax iti bucaqlı. Deməli, 45 dərəcə olacaq. Deməli, bura 45 dərəcədirsə, ümumi 75 dərəcə olacaq. Neçə həlli var? Çox gözəl sualdır. Sevdim bu sualı. Yəni, bu bilirsiniz hansı ilə hansının arasında axtarır. Mənfi 360 dərəcə ilə 720 dərəcə arasındakı həlləri istəyir. Baxın, bunun sıfıra bərabər olmağı, kosinus x-in sıfıra bərabər olmağı x bərabərdir pi böl 2 plus pikadır. Yəni 180 yazım da bu. Bunda 90 yazım. Baxın, bu isə sıfıra bərabər olan məqam, çünki məxrəcdədir. Deməli, sinus x bərabər olmamalıdır 1-ə. Buradan x bərabər olmamalıdır 90 dərəcə plus 360k-ya. Yəni, mən buradan 90 olduğuna görə mən bu kökü atmalıyam. Bu bərabər deyil axı. Necə atacam? Kosinus 90-da bərabərdir. Bir də mənfi 90. Belə yaza bilərəm də mən 360k. Çünki bir də mənfi 90-da aldırmaq istəyəm. Çünki 90-da ala bilməz. Artıq bu bizim kökümüz budur. İndi burada k-ya 0 versəm, mənfi 90, k-ya 1 versəm, 270 dərəcə, k-ya 2 versəm, artıq 720, k-ya 2 versəm, 720 olur, yoxsa necə? K-ya 2 versəm, 720 çıx mənfi 90, 720 çıx 90 neçə qalacaq? 600 səhv çıxmadıq ki. Deməli, buradan deməli 220. Üzr istəyirəm. Deməli, burada da qalacaq 630 dərəcə. Yəni, bu aralıqda var. Amma tutaq ki, mənfi 1 versin 450 dərəcə eləyəcək. Bu aralığa düşməyəcək. Deməli, neçə həlli olacaq? 3 həlli var. Limiti hesablamaq üçün.
Uşaqlar, bunu mən belə yaza bilərəmmi? Bax, bunun yerinə mən 1 çıxılsın sinus kvadratı 4x yazıram. Bunu da mən açsam 1 çıx sinus 4x 1 plus sinus 4x kimi yaza bilərəm. Doğru mu? Buradan yazım. Yəni 1 minus sinus 4x müxtəsər də 1 plus sinus 4x. Böl 1 minus sinus 4x. Bunlar ixtisar gedəcək. Artıq limitimiz 1 plus sinus 4x şəklindədir. Pi böl 8 yazsaq bura olacaq 1 üstəcə sinus pi böl 2. Burada da 1 aldığına görə, yəni doğru cavabımız 2 olacaq. Düzbucaqlı üçbucaqdır. Yəni bu düzbucaqlı üçbucaq qəbul. Bura hündürlüyü çəksəm. Burada bir tənbölən çəksəm. Baxın, düzbucaqlı üçbucaq çəkilən hündürlük və tənbəl arasındakı bucaq. Bura 20 dərəcədirsə, bu tənböləni idi axı. Bura onda 45 dərəcəymiş. 45-dirsə, onda bura nə qədər qalacaq? 25 dərəcə. Deməli, bura olacaq neçə dərəcə? Hündürlük və tənbəl arasındakı bucaq. Aha, bu tənbölən. Deməli olacaq 25, 20, 45. Onda bura 20-dirsə, bura nə qədər olacaq? Səhv hesabladıq. Yox, doğru oldu axı. Tənbölən. Bura 45 dərəcədir də. Bura ümumi 45 dərəcədir. Doğrudur. Yəni bu tənböləndir. Aha, bura 25 dərəcə olacaq. Çünki bura 45 dərəcədir. Onda bura 25 dərəcə qalacaq. Onda buranı hündürlük kimi hesablasaq, bu üç bucaqda, onda bura 65 dərəcə qalacaq. Böyük iki bucağın soruşur, yəni 65 dərəcə. Bu da uyğunluqdur. Təbii ki, uyğunluğu bilmək lazımdır. Sinus ən böyük qiymətinin 0,90 arasında 1 alır. 1 üstəgəl 2, 3 eləyir. Yəni, ən böyük qiyməti 1-ə aiddir B. Ən kiçik qiymətin 0, yəni bu aralıqda ən kiçik qiymətin 0-da 0 aldığına görə ən kiçik qiyməti 2 olur. Yəni, həm də aiddir Y. Keçirəm 2-yə. Kosinus bu aralıqda ən böyük qiymətin 1 alır. Ən kiçik qiymətin 0 alır. 1 qoysoq, bura 1 qoysam neçə olacaq? 1-dən 1 çıxaram 0. Düzdür? Yəni, ən böyük qiyməti 0 olur. Ən kiçik qiyməti isə mən bura 0 yazsam, 0-dan 1 çıxaram -1. Yəni, 2-yə aiddir C. Ən böyük qiyməti isə 0-dır. Burada ən böyük qiymət yoxdur. Doğru mu? Doğru. Sonra sinus alfa üstəgəl kosinus alfa. Ümumiyyətlə sinus alfa üstəgəl kosinus alfa. Yəni, bu aralıqda, məsələn, sizə bir dənə misal göstərim. Ən böyük qiyməti necə ala bilər bu? Məsələn, bu 1, bu 0 alır da, düzdür? Tutaq ki, mən buradan 45 dərəcə götürsəm, bu da kökdə 2 bölü 2 alır. Bu da kökdə 2 bölü 2 alır. Bunu toplayanda 2 kökdə 2 bölü 2 alır. Yəni, bu kökdə 2 alır. Yəni, ən böyük qiyməti neçə alır? 45-də. Yəni, o birisini hesablasaz, deməli, 3-ə aid olacaq A bəndi. Ən kiçik qiyməti isə, məsələn, bu aralıqda ən kiçik qiymət neçə olacaq? Məsələn, bu 1 alsa, bu getdikcə kiçiləcək. Yəni, 3-ə aiddir, doğru mu? Deməli, bu getdi. Deməli, bu gedib. Əki 0 ola bilərmi? Yəni, bu aralıqda onsuz da birinci rübdə ikisi də müsbət olduğundan 0 ola bilmir. 2 ala bilərmi? Yox, 2 almaq üçün gərək bu da 1 ola, bu da 1 ola. Eyni anda burada 1 ola bilmir. Yəni, doğru cavabımız bu şəkildə olacaq. Yəni, dinlədiyiniz üçün minnətdaram.